Bizim üçün Gəncə Dövlət Kukla Teatrı üçün çox əlamətdar gündür. Çünki Azərbaycan mədəniyyəti 2040 konsepsiyası çərçivəsində teatrların bölgələrə qastrol səfərləri çərçivəsində bu günlərim Gəncə Dövlət Kukla Teatrı Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində 3 donuz balası tamaşası ilə çıxış edəcək. Onu da qeyd edim ki, tamaşanın quruluşçu rejissoru, teatrımızın direktoru, Respublikanın əməkdar artisti Fərmail Paşayevdir. Ümumiyyətlə, bu cür səfərlər teatrlar arasında bir körpü yaradır, mədəniyyət körpüsü yaradır və hər iki teatrın inkişafına gətirib çıxardır. Naxçıvan Dövlət Kukla Teatrı və Gəncə Dövlət Kukla Teatrı arasında bir dostluq memorandumunda imzalanıb, hansı ki, bu memoranduma əsasən hər iki teatr bir-birindən sənət mübadiləsi aparacaq. Zaman-zaman artıq Naxçıvan Dövlət Kukla Teatrı bir dəfə bizdə olub, zaman-zaman bu teatrların bir-birinə gediş-gəliş səfərləri daha da çox olacaq. Kollektiv Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində İngilis xalq nağılı əsasında hazırlanmış 3 donuz balası tamaşasını uğurla nümayiş etdirib. Qardaşlarım, meyvələri yummaq lazımdır, sonra yemək lazımdır. Balaca tamaşaçıların böyük marağına səbəb olan səhnə əsəri alqışlarla qarşılanıb. Bugün zaldakı tamaşaçıların da fikirlərindən, münasibətindən, tamaşaya olan belə deyək, reaksiyasından məlum olur ki, tamaşa olduqca tamaşaçıların xoşuna gəlmişdi. Düşünürük ki, yəni mədəniyyət sahəsində, incəsənət sahəsində bu cür qarşılıqlı əməkdaşlıqlar yeni belə deyək, perspektivlər açır. Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov tərəfindən Gəncə Teatrının aktyor heyətinə diplomlar təqdim olunub. Eyni zamanda Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli xatirə hədiyyəsi ilə təltif edilib. Qarşılıqlı mədəni əməkdaşlığın göstəricisi olaraq Şamil Məmmədli Naxçıvan Dövlət Kukla Teatrına xatirə hədiyyələrini təqdim edib. Tamaşa olduqca maraqlı keçdi və Naxçıvanda yaşayan bizim dəyərli teatr sevərlər hər biri bu tamaşanı çox bəyəndilər və çox sevdilər. Azərbaycanda bilirsiniz ki, 5 kukla teatrı var və davamlı şəkildə bizim fəaliyyətimizin istiqaməti ondan ibarət ki, uşaqları telefondan, digər sosial şəbəkələrdən biraz kənarda saxlayıb, əsas olaraq onlara belə deyək, öz milli mənəvi dəyərlərimizi aşılayaq və onlar milli ruhda, vətənpərvər ruhda böyüyüb vətənimizə, millətimizə layiqli gənclər, kadrlar olsunlar. Qeyd edək ki, bu kimi qastrol səfərlər teatrlararası əlaqələrin genişlənməsinə, milli mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verir. Həsən Məmmədov, Tərlan İbrahimova, Emin Babayev, NTV Xəbər.